Burada qalmışdı. 18'i deyirdim. Dediyimiz kimi bu mübtədə xəbər uzlaşması ilə bağlıdır. Ofdan əvvələ baxdıq. Doctors jam, have jam. Yenə ofdan əvvələ baxdıq. Anniversary təkdir, amma were jamdir. Uşaqlar, əslində sayılmış isimlərin xəbəri tək olur, amma iki dənə əndən birləşən sayılmış ismin xəbəri cəmdə olur. Doğrudur. Bir də bu the number of, a number of məsələsinə diqqət. A number of nə deməkdir mənası? A Bir num- dənə də a number of bir sıra deməkdir. bir sıra. Hə. Bunun xəbəri cəmdə olur, Cenab-ın xəbəri təkdə. Bəli, çünki a number bir sıra kurslar, a number of courses. Amma the number of courses deyəndə kursların sayı demək istəyir. A number of cəm isim, cəm xəbər, the number of cəm isim, tək xəbər. Yaxşı. Fed up nə deməkdir uşaqlar? Fed up. Fed up. Fəxr etmək, fəxr etmək. No, proud of'dur. I'm fed up with the problems. I'm Bezmək, bezmək, bəli. bezmək deyib. Bezməkdir. Bəs pleased, Məmnun. məmnundur. Sinonimləri Pleased. pleased, satisfied, Satisfied, satisfied. delighted, to be satisfied with, to be delighted with. Sonra nədir? To be pleased with, məmnun olmaqdır. Okay. 21-də var səhv edən. Bu nə ilə? Hə, passive voice. Uşaqlar, hansı cümlələr məchuldadır deyirsə, bu tip məchul növ testlərində bizim ipucumuz nə idi? Nəyə diqqət edirdik? Struktura baxırıq da. Struktura, bəli. Məchul quruluş necə idi? Birincisi, məchul quruluş axtarır. Məchul quruluş necədir? Məchul yaradan söz. Yox, bütün zamanların məchul quruluşu necədir? Hə, onlar deyirsiniz. Məsələn, keçmişdədirsə id ilə olur. Qısacası to be participle Participle to. to. Bəli. To be participle to. Bəli, indiki sadi zamanın məchulu necədir? Present simple-ın. Am is a Participle to. participle to. Past simple'ın keçmiş zamanın Was were participle to. was were participle to. Future simple gələcəyin Will be. Will shall be. be, Will be. will be participle to. Participle to. Aha. Present continuous'un Am is a being. am are Being being participle to. Participle Yes. to. Past past continuous'un Was were being Was were. participle to. was were being participle to. Yes, and present perfect, Have has been üstəgələk participle to. past perfect, O da had Had. been. Had had been been. Bəs participle modal to. fiillər must, should, have to, can'dir. Be olur. Should be. Must be. Be participle to, yes. Be participle participle to. Bizə verilən cümlə nəqli cümlədirsə, sadəcə orada to be participle quruluşunu axtarırıq. Were written. Been used. Quruluş var. Amma ikidə used feil var, qabağında to be'si yoxdur. Quruluş yoxdur. Is used, was used, nə bilim, be used. Bəli, yoxdur quruluş. 4-də də use feil var, həm də sadə formadadır, həm də qabağında heç bir to be'nin formaları yoxdur, sadə feil verib. Belə. 22-də zamanlar. İndi burada ipucumuz nədir? Choose a correct Last. Last'a baxırıq. Yox, əsas Zamana. ifə baxırıq. Zaman. Ifə. Ifə baxırıq. Ifə. Ifdən sonra if'di, when'di, why'di, why deyirəm. If, when, while, since, till, until, after, before. Bağlayıcılar bizə böyük bir ipucudur. Bağlayıcılardan sonra hansı zamanlar işlənə bilməzdi uşaqlar? Bitmiş olmaz. Bitmiş zamanlar olmaz. Quruluş. Have, If'dən have, had. participle to. Participle to olmaz if'dən Sonra sonra. hansı zamanlar olmazdı? Will olmaz, gələcək. Will, bir də would. Would, would bir də, would. Və fəslət will, would işlənə bilməz bağlayıcılardan sonra. Deməli, had qandan have qanı çıxdıq. Sonra baxırıq zaman uzlaşmasına, ikinci ipucumuz. Went keçmişdir, Keçmişdən gələcək olmur. will gələcək. Wood'dan Enjoy nədir? sonra be olmur. Yox, Enjoy wood'dan həzz be almaq, ola bilər. xoşlamaq, həzz almaq. Bir dəqiqə. Wood'dan sonra be ola bilər. Would be participle to, bu wood'un məhsul quruluşudur. Sadəcə olaraq enjoy zövq almaq məhsul növdə işlənə bilməyən bir feildir. Bu birincisi, zövq alındı demək, düzdürmü? İkincisi də siz əgər feilin özü ilə məhsul arasında qalmısınızsa,
Orada ipucumuz nədir? Nöqtələrdən sonra tamamlıq varmı ya yox ona baxırıq. Tamamlığı varsa o fiildən sonra onda sadə adi fiili seçirik adi zamanı. Tamamlıq olmasa məchul. İndi var da burada tamamlıq. Kimdən zövq aldı özündən? Mən Y götürmüşəm burada. Won't be enjoy. Başa düşdün? Həm də Ayşə dediyim Düşdüm. kimi zövq alınmaq deyə bilmirik axı. Anladım dedim. Okey, başqa. 24 var məndə. Oraya 2, 4, 5 yazmışdım. Bunlar düşünməsində baxmayaq. Hə, düşmür. Yox, yəni olmayan şeyi yalandan baş sındırıb beyninizə doldurmaq istəmirəm. Qrammatika nəsə asan da olur. Bundan heç tərəfim çıxmamışdı. Belə düşəcək. Qrammatika asan da olur ha. Allah qrammatika asan düşür. Belə. Mən bir dənə Z number, A number bir dənə izah eləyərdi izdən. Bax, Orada səhv vermişəm. Ayşən, the number of-dan qısacası xəbərini yadasın. The number of tək xəbər tələb edir. Tək xəbər mübtəda olsa. Çünki nəyinsə sayı deməkdir. The number of students yəni tələbələrin sayı. Amma a number of students deyir. Deyir ki, bir sıra tələbələr. Ona görə a number of xəbəri cəmdə olur. A number of cəm xəbərdir, the number of tək xəbərdir. Və burada da baxırıq ki, have cəmdədir. Cəmdədirsə, yox, əsas yanındakı ismə baxaq. Students cəm isimdir. Direkt every-nin içi atdıq. Çünki each, every yalnız sayıla bilən tək isim istəyir. Each, every, either, neither, another. Bunlar yalnız sayıla bilən təklərin işləri. 1-5 atdıq. Xəbər də have cəmdədir deyə the number of olmaz. Xəbərə görə atırıq bunu. Başa düşdün? Bəli, başa düşdüm. Dialoqda səhv etmisiniz. Mən yaza bilmirəm bu dialoqları. Müəyyənləşdirə bilmirəm. Ayşən, bax. Hələ dırnaqla olanda ümumiyyətlə. One day, once-la başlayan cümlələr ilk cümlədir. Çox hallardır. Bəzi istisnalar var. Bir də keçən dəfə bir dialoq qabağınıza çıxdı. İstisnadır. Niyə görə? Çünki onun he, she var idi. Sonra şəxs əvəzlikləri olan cümlələr %99% hallarda ilk cümlə olmur. Çünki he, she deyəndə mənə əvvəlki cümlədə deməlidir. Çünki bu kimlə danışır bu she deyəndə? Çünki Jane-lə. Jane-in adını çəkməlidir. Belə. Nəqli cümlələr ilk cümlələr olur. Dırnaqlar olmur. Və məlumat xarakterli nəqli cümlələr dialoqlarda, mətnlərdə ilk cümlə olmalıdır. Məsələn, baxırıq bura. Görsən, nəqli cümlə burada 1-4-dür. Bir dənə 4-dür. Çünki burada nəqli ilə olsa da said, dedi deyir. Dedi. Nə dedi? Bax, nəqli cümləmiz bir dənə 4-dür. Düzdür? 4 ilə başladıq. When Conan Doyle arrived in Boston, the cabman whose cab he had taken recognized him. Deməli, Conan Doyle Bostona çatanda deməli, mindiyi taksinin şoförü onu tanıdı. Və fikir ver, burada 2 nöqtə qoyub, düzdür? Said, dedi. Dedidən sonra fikir gəlməlidir də. Deməli, bir gələ bilməz. Çünki direkt dırnaq açılmayıb. The writer laughed, güldü deyir. Bu başqa, direkt 2 gələ bilməz. Direkt dırnaq açılan hansıdır? Ya 3-dür, ya 5-dir. 2-dən sonra deməli, ya 3 gəlməlidir, ya da 5. Burada thank you, birbaşa çox sağ ol deyə bilməz də. İndi 2-ni oxuyaq, sonra 2 gəlir. When he was about to pay his fare, the cabman said, o deyir, fare gediş haqqıdır. Gediş haqqını ödəmək üzrə olanda şoför dedi. Şoför birbaşa çox sağ ol deyə bilməz də. Nəsə deyir ki, ona çox sağ ol deyir. Ona görə 5 gəlməlidir. If you please, I would prefer a ticket to your lecture. Əgər razısınızsa, mən deyir, sizin leksiyanıza bileti əldə etməyə daha üstün tutardım. Yəni, gediş haqqı yerinə mənə öz leksiyanıza bilet verin, yəni iştirak edin. And yenə birbaşa dırnağı vermirik. Çünki he said, o dedi. The writer laughed. Yazıcı güldü. Güldü. Tell me how you knew who I was and I'll give you the tickets for your whole family, he said. Mənə de görüm ki, sən hardan bildin ki, mən kiməm və mən desən, yəni mən sənə bütün ailənə bilet verəcəm. O dedi, thank you, sir. Çox sağ olun, sir. Your name is on the side of your bag, said the cabman. Sizin deyir, adınız çantanızın deyir, kənarındaydı, dedi şoför. Aydındır? Bəli, aydındır. Çox sağ olun. İndi söz önəri yazmısınız? Mən yaza bilməmişəm. Ümid var, Çətin yazmısın? çətin. Söz önündə atmışdınız, görməmişəm. Atmamışam.
Baxın bir dənə, mən görməmişdim axı. Göndərmisiniz, mən çıxartdırmışam. Sadəcə işləyə bilmədim mən. Gəlin bir iki dənəsinə belə baxaq. Pasif gəldi mənə. Dedim sizin izahlara baxaram, sonra işləyərəm. Preposition izahı var idi deyəsən. Bilsən necədir? Gəl ona görə yollarına baxaq, sonra evdə işləyin arxasını. Amma bunu şeydən baxaq da, magistr test toplusundan baxaq onda. Ki o magistr test toplusu. Preposition onsuz da əzbərdir, o nəyini başa salasınız ki, onsuz əzbər damısı olur. Başa salmaq yox, yəni nələrə diqqət edək də o mənada. Hı Düz -hı. bəziləri tərcümə tələb edir, amma bəziləri konkret sözünü istəyir. Məsələn, bax şeydir. Məsələn, qaydanı oxuyanda orada aşağı hissələrdə qara hərflərlə inlə işlənənlər, tu ilə işlənənlər, forla işlənənlər. Məsələn, onları sırayla yazmışam da. Məsələn, özündən sonra from sözünün üstü tələb edən feillər. Tutaq ki, borrow'dan sonra nöqtə qoysa borrow from. Suffer'dan sonra nöqtə qoysa suffer From. from. Sonra to ilə işlənənlər yazmışam. Listen to, speak to, talk to, married to, apologize to somebody. Yəni onlar sırf əzbərçilikdir daha işləm. Sonra məsələn for tələb edənlər, famous for, on tələb edən, insist on, depend on. Belə. Redka hallarda şey düşür, tərcümə kimi düşür. Onda sözlərində mənalarını əzbərliyində, in içində, between arasında. Məsələn, between görəndə, gördüyünüz ki, nöqtələrdən sonra tək isim var, between olmaz orada. Çünki between, məsələn, təkcə kitab gəlibdi bu, kitabın arasında deyənmirik axı. Kitablar arasında olmalıdır, between the books, ya da iki bir dənə kitabla qələm arasında, misal üçün. Belə bir şey olmalıdır. Və məsələn, baxaq indi bura. Bu nəqliyyatları demişdim məncə. Bax, foot. Nə foot? On foot. 10 foot. Piyada. Bu konkretdir. Bu konkret və 10 tələb edir. Sonra orada doğrudan sözlər yazmışam. Onunla işlənənlər. Məsələn, the road. Bayka. Yox, bir dəqiqə. Məsələn, the road, küçə, yol. Onun qarşısında sözün istəsə on the road. Yaxud da ground, On. the ground, torpaq, on the ground. On the ground. Yes, floor, on the floor. Wall, On the floor. wall. Ayın, bax, aylarla nə işlənir? January, May, In. in January. Amma the 5th of January desə, ayın tarixi olsa, On. on the 5th of January, yes. Onda 10 olacaq. Sonra məsələn, fəsillərin qabağında hansı sözün işlənir? Springdir, winterdir, summerdır. In. İnlə. Bəli. İnlə. In summer, in winter, in spring. Morning, bəs uşaqlar, morning, evening, afternoon, hansı sözün işlənir onlarla? Səhər vaxtı, günorta vaxtı. In the morning, C varsa in. O night'dır. At In the night, at morning. midnight, at me. in the morning, in the afternoon, in the evening. Amma night'la midnight nə ilə işlənir? Ətlə. At night, at midnight. Amma şeydir, bu səhər günorta axşamın qabağında sifət olsa, a cold morning, onda 10 olacaq. On a cold morning, on a hot evening. Anladınız? Sifət olanda 10 olur. Amma sadəcə morning, evening, afternoon inlandır. Okey, gəldi 10 foot. İkinci tərəfi 10 olan bir A-dır, bir də D-dir. Nəqliyyat vasitələri ilə hansı sözün işlənirdi? By. Keçən dəfə baxmışdıq da bu iki 10 dənəsinə, hə? Deyəsən nəyə baxmışdıq? Hə, baxmışdıq bunlara. Ortalara baxarıq onda. Bir də bunu deyim. Bəzilərinə baxmışıq, hə. Nəqliyyat vasitələri hansı söz önü ilə işlənir? Səsim kəsildi. Uşaqlar. Məndə donur səssiz, yoxsa hə, donur səssiz. Səsiz getdi, ona görə başa düşmədim. Bildim. Düzəldi indi səsim. Qırılmır indi. Bəli, gəlir. Yaxşı. Yox, yaxşı indi. Nəqliyyat vasitələri hansı söz? Yox, getdi yenə. Yenə getdi. Yenə getdi. Gəlir. Səsim gəlirmi indi?
Axı mən burada Hə, unstable olmur axı. Gəlir. getdi yenə. Vay. Ayşə, sən eşidə Hə, bilirsən. indi gəlir. Yaxşı. Ayşə, Gedir gəlir səsiniz məndən. Hə, gedir gəlir. mən danışanda qırılsa deyin. Nəqliyyat vasitələri nə zaman, hansı sözü ilə işlənir? Cəlalə müəllim. Bəli. Bir saniyə gözləyin. Vay. Öz internetimə qoşun bəlkə. Mən ekrana vermisiniz onu. Nəyi? Verməmişəm ekrana. Eşidirsiniz məni? Yenə gedir. Mən bir dəqiqə öz internetimə qoşulum. Cəlalə müəllim səsiniz gəlir. Bir